Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Və salatu və selamu alə əşrəfil ənbiya vəl mürsəlin, alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. İnşallah bugünkü dərsimizdə Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatını davam edəcək. Hansı ki, əvvəlki dərsimizdə Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatından bəzi məsələlərə toxunmuşduq. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin sonuncu elçi olaraq insanlara göndərilməsi və Peyğəmbər sallallahu aleyhi və səlləmin uşaqlıq çağında ikən baş verən bəzi hadisələr, Peyğəmbər s.ə.v-in doğulmasında baş verən möcüzələr, Peyğəmbər s.ə.v-in uşaq ikən mələklərin, onun iki mələyin gəlib Peyğəmbər s.ə.v-i yerə uzadaraq qəlbini çıxarması və qəlbini təmizləməsi və sonra yenidən yerinə qaytarması və həmçinin Peyğəmbər s.ə.v-ə bir çox baş verən bu hadisələr və Peyğəmbər sonuncu hadisələrə toxunmuşdur ki, Peyğəmbər s.ə.v əmsinin himayəsində olanda, əmsinin himayəsində olanda Peyğəmbər s.ə.v-i çox sevdiyi üçün özü ilə Şama ziyarətə aparır. Yəni Şama ticarət aparır. Çünki onun əmsi ticarət edirdi və ticarət aparanda bir çox hadisələr baş verir. Nəyə görə bu hadisəni qeyd edirəm? Çünki bu hadisə ətrafında ixtilaf olur. Bəzi alimlər qeyd edirlər ki, bu hadisə zəifdir, hansı ki Peyğəmbər s.ə.v-in rahiblə qarşılaşması, amma bu hədis, səhih hədisdir, Tirmizdə gəlir. Və Şeyx Albani çox yollarla gəldiyi üçün bu rivayətə səhih deyib, hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm həmən rahiblər qarşılaşanda rahib onun həqiqətən də Peyğəmbər olduğunu anlayır. Çünki nəyə görə? Çünki Peyğəmbər sallallahu hara gedirsə, onun başının üzərində bulud gedirdi. Çünki Peyğəmbər sallallahu uşaq vaxtı əziyyət olmasın deyə və ya ağacın əyilməsi və ya ağacın onu kölgələndirməsi, həmçinin Peyğəmbər sallallahu çiynində Peyğəmbərlik möhrünün olması və bunları görəndə rahib nə deyir əmsinə? Əgər Rumlar bunu eşitsələr, öldürəcəklə ona görə bunu götür geri qaytar. Nəyə görə öldürəcəklər? Paxıllıqdan, həsəddən. Bu nəyə dəlالət? Həmçinin əhli kitab Peyğəmbər sallallahu aleyhi və səlləmin artıq göndəriləcəyini və belə bir Peyğəmbərin çıxacağını onlar artıq bunu bilirdilər. Çünki öz kitablarında yazılmışdı. Amma nə edilər? Daha sonra əlbəttə ki, inkar etdilər. Bəziləri paxıllıqdan, bəziləri cahillikdən, hansı ki, öz kitablarında Peyğəmbər sallallahu aleyhi və səlləmin sifətləri mövcud idi. Və biz burada bir çox rivayətlərə toxunduq və həmən rivayət də Peyğəmbər sallallahu aleyhi və səlləmin Şama gedərkən, yəni Qureyşlə, əmsi ilə dəvə karvanında, həmçinin Qureyşin böyük şeyxləri var idi və rahib onu görəndə Peyğəmbər sallallahu aleyhi və səlləmində olan sifətləri bilir və tövsiyə edir ki, bunu geri qaytarın, çünki onu öldürə bilədir. Bu rivayət, yəni bir çox yollarla gəldiyi üçün səhih rivayətdir və həmçinin çünki nəyə görə Peyğəmbər sallallahu aleyhi və səlləmin sifəti, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm haqqında Quran, onların Tevrat və İncildə buyurulmuş ki, belə bir Peyğəmbər çıxacaq və bütün insanlar və sonuncu Peyğəmbərdir və bütün insanlar ona tabi olacaqlar. Yəni o sonuncu Peyğəmbərdir. Və sonra müəllif buyurur burada, Peyğəmbər sallallahu aleyhi və səlləm həmçinin sinəsinin, yəni mələklərin onu uzadaraq ürəyini çıxartması və təmizləməsi olan səhih rivayətlərdir. Və bu nəyə dəyir? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmi artıq uşaq çağından Allah qoruyub və artıq onu Peyğəmbərliyə hazırlayırdı. Nəyə görə? Çünki şeytan vəsvəsindən uzaq olsun. Və ilərdə cəhətlərimizə gələcək. Allah-u Teala hətta Peyğəmbər sallallahu aleyhi və səlləmi uşaq ikən belə xatalardan, günahlardan qoruyurdu. Çünki artıq onu Peyğəmbərliyə hazırlayırdı. Və sonra buyurur müəllif Peyğəmbər sallallahu aleyhi və səlləmin Xədicə anamızla evlənməsi hadisəsi. Hansı Peyğəmbər nə edir? Xədicə ilə evlənir. Bir çox rivayətlər var. Hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləm Xədicə binti Xüveylidlə evlənməsi. Hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləm onunla necə tanış olur və ümumiyyətlə Peyğəmbər sallallahu aleyhi və səlləm haqqında ona gəlib xəbər verirlər və Peyğəmbər sallallahu aleyhi və səlləm Xədicə radiyallahu anhə onu eşidəndə Peyğəmbər s.ə.v-in əmin olduğunu, Peyğəmbər s.ə.v-in doğru olduğunu, Peyğəmbər s.ə.v-in ticarətdə belə, yəni öz şəriki ilə necə davrandığını eşidəndə rivayətlərdə gəlir ki, Xədicə binti Xüveylid radiyallahu anhə özü Peyğəmbər sallallahu aleyhi və səlləmə evlənmək təklif edir. Hansı ki, Xədicə radiyallahu anhın dəvə kərvanları var idi və onun işçiləri var idi və o nə inirdi? Həmən işçiləri dəvə kərvanlarını gedirdilər, yəni Şamda ticarət edirlər və Peyğəmbər s.ə.v də həmçinin o dəvə kərvanların birisində
yəni ticarətə çıxmışdı və qayıdıb gələndə, hansı ki, Meysərə adında bir qulluqçu var idi və Peyğəmbər s.ə.v-in əxlaqını gəlib danışanda, yəni Xəccər radiyallahu anhəyə və Xəccər radiyallahu özü neyniyir? Evlənməyi təklif edir. Bir çox rivayətlərə gəlir ki, o vaxtı Xəccər radiyallahu anh'ın 28 yaşı var idi. Yəni, burada bir çox rivayətlər var ki, Xəccər radiyallahu 40 yaşı var idi. O rivayətlər nədir? Əlbəttə ki, zəif rivayətlərdir. Və həmçinin burada bir gözəl rivayət var, hansı ki, Xəccər radiyallahu anh'ın əmisi oğlu Varaqat ibn Nufəl yəni xristiyanlığı qəbul etmişdi və doğru xristiyanlığı bilirdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin ticarətdə gördüklərini onun köməkçisi, yəni Xəccənin köməkçisi Meysərə gəlib Xəccəyə danışır ki, Peyğəmbər s.ə.v bir ağacın altında oturanda, hətta ağac əyilirdi ki, Peyğəmbər s.ə.və kölgə olsun və ya başının üzərində bulud gedirdi və ya mələklər onu kölgələndirirdilər. Yəni, bu rivayət özü bir çox rivayətlərdir, bu səhih rivayətdir və bunu gəlib danışanda bu vaxtı Xəccər radiyallahu anh gedib Varaq ibn Nufələ o rivayəti danışır. Yəni, belə bir hadisə baş verib. Varaq ibn Nufəl buyurur ki, لَاِنْ كَانَ هَذَا حَقًّا Ya Xədicə, ey Xədicə, əgər bu dediyin doğrudursa, bu deyir, sonuncu Peyğəmbərdir, hansı ki, bütün ümmətə Peyğəmbər olaraq göndəriləcək və artıq mənim onun sifətləri barəsində bilirdim. Əgər mən onun zamanında sağ olsam, ona kömək edərdim. Yəni, bu öz nədir? Peyğəmbər s.ə.v-in sifəti haqqında bir çox artı nədir? Rivayətlər gəlmişdir. Yəni, əvvəlki kitablarda. Ona görə Peyğəmbər digər rivayətə gəlir, Peyğəmbər s.ə.v Xəccər radiyallahu anh evində yaşayır. Onunla evləri onun evində yaşayır və bütün evladları da Xədicə radiyallahu anh'dan olur. Peyğəmbər s.ə.v-in bütün evladları, hətta Peyğəmbər s.ə.v yəni həyatda ikən, yəni Peyğəmbər s.ə.v hicrət etməmişlər, artıq Xəccər radiyallahu anh neyniyir? Vəfat eləyir. Hətta Peyğəmbər s.ə.v Xəccər radiyallahu anh o qədər çox sevirdi ki, hətta Mədinə dönəmində belə və ya Məkkədə belə Xəccər radiyallahu anh'ın rəfiqələrinə Peyğəmbər s.ə.v kömək eləyərdi. Onlara əl tutardı. Nəyə görə? Xəccər radiyallahu anh'ı çox sevdiyini, çünki Peyğəmbər s.ə.və çox kömək etmişdi. Çox kömək. Yəni Peyğəmbər s.ə.və çox kömək etdi. Peyğəmbər s.ə.və əl tutmuşdu. Ümumiyyətlə Peyğəmbər s.ə.v-in Xəccə ilə evlənməsi Peyğəmbər üçün böyük bir dayaq idi. Çünki Xədicə özü radiyallahu anhə, yəni Məkkədə tanınmış ailədən idi. Yəni onun artıq Məkkədə nədir? Hörməti var idi. Qureyş arasında hörməti var idi, tanınmış olduğu üçün. Yəni burada müəllif bir çox rivayətləri gətirir. Peyğəmbər s.ə.v-in onunla evlənməsi və Peyğəmbər s.ə.v-in onu çox sevməsi, hörmət etməsi. Çünki vəhiy indiyi zaman Peyğəmbər s.ə.və neynirdi? Çox kömək etdi. Peyğəmbər s.ə.v bir dəfə qorxmuşdu Cəbrail əleyhissalamı görəndə, amma Xəccər neynirdi? Ona ürək dəyər verirdi və Peyğəmbər s.ə.v-in evləndiyi neydi? Birinci qadını idi və ondan Peyğəmbər s.ə.v-in 4 qızı dünyaya gəlmişdi. Onlar kimlər idi? Yəni Zeynəb, Ummu Kulsum, Fatimə və Ruqayyə. Və həmçinin oğlu Qasım, Abdullah, həmçinin Xəccədən, yəni dünyaya gəldi evladlarıdır. Və Qasım Abdullah, yəni Peyğəmbər s.ə.və yəni İslam verilməmişdən əvvəl vəfat elədilər. Amma qızları İslamı yaşadılar və İslamı neynədilər? Qəbul etdilər. Amma Peyğəmbər s.ə.v Mədinəyə hicrət etmədən 3 il əvvəl səhih rivayətləri ki, Buxarıda gəlir, Xəccər radiyallahu anh neyniyir? Vəfat edir. Və burada müəllif belə bir fəslə toxunur. Bu da əlbəttə ki, çox mühüm fəsildir. Peyğəmbər s.ə.v-in vəhiy gəlməmişdən əvvəl Allah tərəfindən qorunması, hətta vəhiy gəlməmişdən əvvəl belə Allah təala onu qoruyub. Çünki nəyə görə? Bütün alimlər ittifaq edib ki, Peyğəmbərlər böyük günahlardan məsumdur. İstər vəhiydən əvvəl olsun, istər vəhiy gəlməmişdən sonra olsun. Bu nədir? Allah təalanın seçdiyi Peyğəmbərləri nədir? Qorunub. Amma ki, balaca günahlar haqqında alimlər buyururlar ki, yəni onlar Peyğəmbərlərdə baş verib. Hansı ki, Allah təala nə edir? Onların səhvlərini
xatalarını dərhal düzəldib. Yəni, bu, Peyğəmbər s.ə.v haqqında gələn bir çox rivayətlər var, hansı ki, Peyğəmbər s.ə.v Allah-u Teala hətta Peyğəmbərlikdən əvvəl qoruyub. Belə bir rivayət gəlir, hansı ki, səhih rivayətdir. Peyğəmbər s.ə.v hətta bir dəfə Qureyş Kəbəni dikəndə, çünki Kəbə dağılmışdı, Kəbəni dikəndə Peyğəmbər s.ə.və buyurur ki, yəni öz əmisi Abbas, çünki günəşin istisində daş daşıyırdılar Kəbəni tikmək üçün. O vaxtda nə giyinirdilər? Ümumiyyətlə, yəni iki bez parça, bir qismi ilə övrət yerini bağlayır belinə, digər qismini çiyninə atırdı. Və Abbas deyir ki, yəni izarını qaldırır, çiyninə qoy, daşı onun üzərinə qoy. Peyğəmbər s.ə.v qaldıranda ürəyi keçib yıxıldı. Çünki Allah hətta qoymurdu ki, Peyğəmbər s.ə.v-in övrət yerinə inəsin, görsənsin. Və Peyğəmbər s.ə.v üzü üstə yıxılır və aylandan sonra izarını belinə bağlayır və bu da Peyğəmbər s.ə.v nə idi? Allah-u onu qorunması. Çünki nəyə görə cahiliyyə zamanında soyunmaq, yəni çılpaq gəzmək onlar üçün elə bir ayıb deyildi. Onlar üçün elə bir ayıb deyildi. Hətta Kəbəni tavaf edərkən belə çılpaq tavaf edirdilər. Çılpaq tavaf edirdilər. Amma Allah nədir? Peyğəmbər s.ə.v həmçinin elə bir, yəni naqis sifətlərdən belə qoruyurdu ki, yəni çünki onu Allah-u Peyğəmbərlik üçün hazırlayırdı. Onu gətirə Allah nə edir? Adi bir günahlardan belə Peyğəmbər s.ə.v qoruyurdu. Və bir çox rivayətlər gəlir, hansı ki, Peyğəmbər s.ə.v-in qorunması barədə bir çox rivayətlər gəlir, hansı ki, Allah hətta onu qoruyub. Necə ki, rivayətləri buyurur ki, Peyğəmbər s.ə.v hətta heç vaxt gedib bütlərə əlini belə sürtməzdi. Buna nə irəli gəlir? Fitrətdən. Çünki o vaxtda insanlar gediblər, bütlərə əl sürtürdülər. Bütlərdən şəfaət diləyirdilər. Amma Allah-u Teala hətta onu nə eləmişdi? Ondan belə qorumuşdur. Hətta Qureyş artıq həccin bütün növlərini dəyişdirmişlər. Məlum olduğu kimi İbrahim Peyğəmbərdən ta Məhəmməd Peyğəmbər s.ə.və qədər əmir nə idi? Arafa günü dayanmaq. Çünki Arafa günü nədir? Orada dayanırlar insanlar, orada dua edirlər. Amma Məkkə müşrikləri isə Arafada deyil, gelib Müzdəlifədə dayanırdılar. Çünki nəyə görə? Artıq həcci dəyişdirmişlər. Amma Peyğəmbər s.ə.v fitrətdən ki, gelib bir dəfə Arafada dayanır. Və hətta Cübeyr ibn Mutim onu görəndə təəccüblənir. Nəyə görə deyirsən Arafada dayanmışsın? Hansı ki, hamısı gedib Müzdəlifədə dayanır. Və bu vaxt deyir ki, Allah'ın olsun ki, sən Hims əhlindənsən. Hims kim idi? Yəni o vaxtı Kəbənin ətrafında yaşayan insanlar, o kəslər ki, Kəbəyə xidmət edirdilər, onlara dedilər ki, Kəbə əhli. Yəni Allah hətta uşaqlı vaxt neyini? Peyğəmbər s.ə.v-i qoruyurdu. Və Peyğəmbər s.ə.v hətta İsmail Peyğəmbərin o gətirdiyi din üzərində gedirdi. Hətta Peyğəmbər s.ə.v bir də Kəbəni tavaf eləyəndə Zeyd ibn Hərithə onunla bərabər tavaf eləyir. Və Zeyd bütləri əlini sürtəndə Peyğəmbər s.ə.v qadağan edir. Sonra ikinci dəfə Zeyd əlini sürtmək istəyəndə yenə nə eləyir? Peyğəmbər s.ə.v qadağan eləyir. Deyir, sürtmə. Hətta Allah s.ə.v Peyğəmbərini uşaqlı çağından belə eyləmişdir, şirkdən qorumuşdur. Hətta Peyğəmbər s.ə.v gətirib yemək ət verəndə onu yemirdi. Çünki ona görə ki, onlar heyvanlarını bütlərin önündə kəsirdilər. Necə ki, bugün günümüzdə bəzi cahillər edir, Allah günahlarını bağışlasın. Heyvanı gedib qəbrin yanında kəsirlər. Niyə? Güya burada daha yaxşı qəbul olunacaq. Hansı ki, bu cahillərdən qalma əlamətdir, gedib qəbirlərin yanında kəsmək. Hətta bir dəfə Yezid ibn Amr ibn Nufeyl Peyğəmbər s.ə.və ət gətirib, Peyğəmbər s.ə.v yemir. Çünki ona görə ki, qorxuram ki, Allahın adı çəkilməyib və həmçinin bütün üzərinə kəsilib. Çünki onlar həmişə bunu gedib bütün üzərinə kəsirdilər və bununla fəxr edirdilər. Və sonra müəllif buyurur ki, Peyğəmbər s.ə.v haqqında hətta bəzi Peyğəmbərlər müjdələnib. O cümlədən Tevrat və İncildə Peyğəmbər s.ə.v-in sifətləri var idi. Amma bunu nə edirdilər? Əlbəttə ki, sonradan Tevrat və İncil təhrif edildilər, dəyişdirdilər və oradan bəzi Peyğəmbər s.ə.v-in sifətinə aid olan bəzi çox rivayətləri çıxartdılar. Amma bununla belə yenə nə edildilər?
çıxarmağa müvəffəq olmadı. Çünki bir çox rivayətlərdə yenə qalır. Məsələn, Bərrama İncilində, bir çox İncillərdə Peyğəmbər s.ə.v-in sifətləri barədə bir çox rivayətlər. Hansı ki, İsa aleyhissalam hətta Məhəmməd Peyğəmbər s.ə.v-in Peyğəmbər olaraq göndərilməsi ilə müjdələnib. Allah Şəf surəsində buyurur ki, وَاِذْ قَالَ عِيسَى بْنُ مَرْيَمْ يَا بَنِي إِسْرَائِيلِ إِنِّي رَسُولُ اللّٰهِ إِلَيْكُمْ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَاتِ وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِنْ بَعْدِ إِسْمُهُ أَحْمَدٍ. Məryəm oğlu İsa dedi ki, ey İsrail evladları, mən Tevratı təsdiqləyən və ondan sonra Əhməd adında Peyğəmbəri müjdələyən Allahın elçisiyəm. Hansı ki, o məndən sonra gələcəyi adı Əhməd olacaq. فَلَمَّا جَاءَهُمْ بِالْبَيِّنَاتِ Nə vaxt ki, Peyğəmbər s.ə.v onlara dəlillərlə gəldi, قَالُوا هَذَا سِحْرٌ مُبِينٌ Dedilər ki, bu sehirbazdır. Nədən? Həsəddən. Nədən? Paxıllıqdan. Və ya cahilcəsinə. Səf surəsi 6-cı ayə. Ona görə Tevrat və İncildə Peyğəmbər s.ə.v-in hətta adı barı nədir? Bir çox rivayətlər silinir. Hansı ki, Samira və Barnabə İncilində bu rivayətlər qalıb. Hətta ona görə kilsə, yəni Vatikan, o İncili qadağan etmişdir. O İncili gizli saxlayıblar. Hansı ki, bu da miladı ilə, yəni 5-ci əsrdə ortaya çıxmışdır. Ölü dənizin sahilində, yəni Yordan tərəfdə bir çoban tapmışdı onu. Bir mağaranın içərisində. Barnabə İncilini. Və oxuyub görmüş ki, orada nədir? Peyğəmbər s.ə.v sifətləri barədə var, amma cahilliyindən Xristiyan səyahətlərini onu satmışdır. Pul müqabilində. Çobandır, bilmir. Həmən səyahətçilər, tacilər aldılar və aparıb gizlətmişlər. Çünki orada birbaşa deyir ki, Allah təkdir. Yəni, İsa Allah deyil, özü deyil İsa Peyğəmbər. Və məndən sonra Məhəmməd adında Peyğəmbər gələcək. Onu neynədilər, gizlətdilər o vaxta qədər ki, sonra o kitabxanadan oğranıldı və yayıldı Barnabə İncili. Amma yenə həmən Barnabə İncili çox yayılır, gizlədilir. Çünki nəyə görə orada əlbəttə ki, həqiqətlər. Həmçinin həmən İncildə deyir ki, yəni, hansı ki, Peyğəmbər s.ə.v-in adı haqqında 29-cu ayə Allah sana buyurur ki, yəni Allah Tağdan buyurur Fəxtəcəbəllahu və taradahuməl milək Mixail minəl firdavs Allah sana o iki mələki Mixail deyilir, Firdavsdan qovdu Fələmmə əltəfədə Ədəm Nə vaxt ki, Adəm dönəndə gördü ki, başının üzərində La iləhə illallah Muhammed Rasulullah yazılır. La iləhə illallah Muhammed Rasulullah yazılır. Və sonra digər rivayətlərə gəlir, hansı ki 163 gəlir ki, məndən sonra Peyğəmbər gələcək bütün aləmə və onun adı Muhammedun Rasulullahdır. Həmçinin bir çox, hansı ki mövcud olan İncillərdə də var, Lukada var, Matfeydə var, hansı ki orada nə deyir? Elhamdülillahi fil əyəli, yəni Allah'a həmdə şükürlər olsun. Və aləl-ərdə İslamun, yer üzərində İslam bürüyəcək. Və linnəsi Əhmədun və insanlar üçün Əhməd adında Peyğəmbərlər göndərəcək. Amma onu tərcümə edənlər mənasını dəyişdiriblər. Yəni, bir çox dillərə tərcümə edəndə olduğu kimi tərcümə edəməyiblər. Nədən deyib bu söz? Biraz uzaqlaşdırıb. Onu nə ediblər? Onu olduğu kimi tərcümə ediblər. Hansı ki, bir çox rivayətlərdə də həmçinin Peyğəmbər s.ə.v deyib adı var. Hətta İncildə və ya Tevratda belə Məhəmməd Peyğəmbər s.ə.v-in sifəti var. Altta buyurur Quran-ı Kərimdə Əl-ləzīnə yəttəbi'unə rəsulən nəbiyyəl ummiyyəlləzi yəcidunəhu məktubən indəhum fit-Tevrat vəl-İncil O kəslər ki, özlərindən sonra gələn ümmi Peyğəmbərə tabi olacaqlar və onlar onun adını Tevratda və İncildə var, yazılıb adı. Yə'muruhum bil-mə'ruf Onlara yaxşı işlər əmr edəcək pis işlərdən çəkindirəcək və yuhilləhumut-tayyibət onlara gözəl şeyləri halal buyuracaq, çirkin şeylərdən çəkindi haram buyuracaq. Həmçinin bu Əraf surəsi 157-ci ayə. Onun İbn Teymiyyə buyurur ki, rəhməhullah, Peyğəmbər s.ə.v-in sifəti haqqında əhl-i kitab çox gözəl bilirdilər
və hətta bu mütəvatirdir. Yəni, bir çox yollardan gəlir. Ona görə bu nədir? Əlbəttə ki, bunu inədilər, sonra bunu dəyişdirməyə çalışdılar. Hansı ki, altı Quran kəndə buyurur, diğer ayədə وَلَمَّا جَاءَهُمْ كِتَابٌ مِنْ عِنْدِ اللّٰهِ مُصَدِّقٌ لِمَا مَعْهُمْ Onlara Allah sana tərəfindən kitab gələyəndə, əvvəlki kitabları təsdiqləyən kitab gələndə وَكَانُ مِنْ قَبْلِ يَسْتَفْتِحُونَ عَلَى الَّذِينَ كَفَرُوا Hansı ki, yahudlər bundan əvvəl müşriklərlə mübahisə eləyəndə, ərəblərlə hansı Mədinə yaşayırdılar, mübahisə eləyəndə müharibə onu deyirlər ki, vaxt gələcək, Peyğəmbər gələcək, o vaxtı biz sizə göstərəcək. Hansı biz onunla bir yerə yığışıb, sizin hamımızı qətl edəcək. فَلَمَّا جَاهُمْ Nə vaxt gəldi? Dedilər ki, bizdən deyil, niyə ərəbdir? فَلَمَّا جَاهُمْ مَا عَرَفُوا O vaxt gəldi, onu tanıdılar, كَفَرُوا بِهِ Amma küfr etdilər. Nəyə görə? Niyə bizdən deyildir, ərəblərdəndir. Yəni həsəd. فَلَعْنَةَ اللّٰهِ عَلَى الْكَافِرِينَ Və Allah falan lənəti kafirlərin üzərinə olsun. Əl-Bəqərə surəsi 84-89-cu ayə. Yəni bir çox rivayətlər hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin gəlməsini artı nədir? Müjdələnmişdir. Amma bunu neynədilər? Sonra əlbəttə ki, dəyişdirməyə çalışdılar. Dəyişdirməyə çalışdılar, amma ki, yenə də buna nədir? Heç vaxt nail olmuyor. Hətta İbn Teymiyyə buyurur ki, İbn Teymiyyə öz zamanı buyurur ki, Zəburdan, yəni Davud Aleyhisselam'a göndərilən, Zəburdan bir nüsxanı gördüm. Hətta orada deyir, Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləmin adı yazılmışdır. Amma digər nüsxədə gördüm ki, yoxdur. Çünki sonradan çıxarmışlar onu. Hansı mən bunu öz gözümlə artıq görmüşdüm. Çünki sonra neynədilər? Bunu Peyğəmbər sallallahu aleyhi və səlləmin adını oradan çıxartlansı ki, özləri də bunu bilirdilər ki, var. Hətta buyurur ki, Buxarda belə bir rivayət gəlir. Quran-ı Kərimdə ayı var, Ya eyyuhən nəbi, İnnə ərsəlnəkə şəhidən və mübəşşirən və nədirə. Ey Peyğəmbər, biz səni insanlara şahid, cənnətlə müjdələyər və cəhənnəm əzabından çəkilən olaraq göndərdik. Hansı ki, Tövratda isə belə yazılmışdı. Ya eyyuhən nəbi, İnnə ərsəlnəkə şəhidən və mübəşşirən. Ey Peyğəmbər, biz səni insanlara şahid, cənnətlə müjdələyər və hirzən lil ümmiyyin, yəni savadsızları doğru yola yönəldən olan göndərdi. Əntə əbdi, sən mənim qulumsan, elçimsən, sən meytükəl mütəvəkkil, səni deyil, mütəvəkkil, Allah'a təvəkkül eləyən, aldandırdın. Sən insanlara qarşı sərt, qəliz deyilsən, və lə yədfəəl seyyəti bisseyyə, pis işlə cavab vermirsən, və ləkin yə'fu və yəsbəh. Lakin də insanları bağışlayansan və buyurur ki, sonra səninlə deyir, o kör ümmətlərin gözünü açacaq, o vaxtda gəl ki, onlar Lə iləhə illallah desinlər. Hansı bu nədir? O kitabları var. Həmçinin nəyə görə? Salman Farisi nəyə görə İslamı qəbul etdi? Çünki Salman Farisi Hristiyanların yanında elmi öyrəndi və onlar bilirdilər ki, belə bir Peyğəmbər çıxacaq və sonunda Salman Farisini satdılar. Yəni, ticarətçi yahudilərə. Məşhur hadisə. Yəni, Salman Farisinin öz gördüyü, hansı ki, Salman Farisi bir gedir, Hristiyanın yanında öyrənir, dini öyrənir, çünki məcusi idi. Və həmən rahib öləndə deyir ki, məndən sonra filankəsin yanına get, çünki ondan başqa doğru dini bilən yox, çünki artıq kitablar dəyişdirilib. Və onun yanına getdim və ondan sonra üçüncü adam yanına, o da mənə dedi ki, gedərsən Mədinə şəhərinə. Orada xurma çıxan yerlər var. Yəni, xurma ağacları olan yerlər. O Mədinə şəhəridir. Orada belə bir Peyğəmbər çıxacaq. Və yolda deyir, dəvə kərvanlar rastlaşdım. Hansı ki, yahudilər gedirdilər Mədinəyə. Onlar deyir, məni apararsınız, sonra məni neynədilər? Qul kimi saxdılar. Və Mədinədə qul kimi işləyirdim. Bir yahudinin evində. Və bir gün deyir, xurma ağacını deyir, suvaranda, yəni o vaxt xurma ağacını mayalandıranda, xurma ağacını çıxırmışdım, üzərində oturmuşdum deyir. Və gördüm ki, işlədiyim həmən yahudi əmisi gəldi. Və bu vaxt Peyğəmbər s.ə.v artıq nədir? Mədinəyə gəlmişdi. Dedi ki, bir-birinin arasında danışırdılar, deyir, mən qulaq asırdım. Dedi ki, deyir, çıxıb. Deyir, kim çıxıb? Deyir, o çıxıb. Deyir, o odur, deyir, hə, odur kitabda yazılan. Deyir, iman gətirin, deyir, yox, düşmənçi verəcəm. Çünki nəyə görə, deyir, bizdən niyə deyil? Hansı ki, bilirdilər. Və Salman Farisi düşüb, deyir ki, o çıxıb deyəndə mənə şillə vurdu ki, sənin işin deyil. Salman Farisini vurdular. Və sonra Peyğəmbər s.ə.v yanına getdi
İslamı qəbul. Çünki nəyə görə? O öyrənmiş ki, rahibdən ki, o sədəqə yemir. Peyğəmbər sallallahu yanına gətirir, sədəqə deyir, sədəqədir. Peyğəmbər sahabələr verdi ki, biz Peyğəmbərlər sədəqə yemir. Bildim ki, bir dənə işarət çıxdı. Sonra gəlir Peyğəmbər sallallahu çiynində Peyğəmbərlik möhrünə baxmağa gəlir. Peyğəmbər sallallahu görəndə açır çiynini. Baxır və sonra neyini? İslamı qəbul edir. Və bu hadisəni danışır. Çünki deyir ki, biz bilirdik ki, belə bir Peyğəmbər çıxacaq və bunun sifətləri barəsində artıq nədir? Qeyd edilmişdir. Amma əvvəl sonra nə oldu? Paxıllıq və yaxud da ki, həsəd onların neynədir? Bir çoxlarını doğru yoldan yönəldirdi və onlar buna iman gətirmədilər. Və sonra buyurur ki, Peyğəmbər s.ə.v-in hətta Peyğəmbər s.ə.v-in Peyğəmbərliyinə işarət edən bu dediyimiz hadisə, bu özü dəlildir. Hansı ki, onlar, əhl-i kitab bilirdilər ki, belə bir Peyğəmbər çıxacaq və ona tabi olmaq lazımdır. Amma neynədilər? Əlbəttə ki, üz döndərdilər və həsəd, paxıllıq onları Məhəmməd Peyğəmbər s.ə.və iman gətirməkdən mani oldu. Hətta amma ki, Peyğəmbər s.ə.v bir çoxları neynədi? Sonradan iman gətirdi. Hətta Peyğəmbər s.ə.v Rum İmperatoru Herakliyə məktub göndərəndə məktubu oxuyana nə dedi? Buxarda gəlir. وَقَدْ كُنْتُ أَعْلَمُ أَنَّهُ خَارِجِ Mən bilirdim ki, belə bir Peyğəmbər çıxacaq. لَمْ أَكُنْ أَظُنْ أَنَّهُ مِنْكُمْ Amma mən zənn etmirdim ki, o sizdən çıxacaq. Yəni ərəblərdən. Subhanallah. Hətta bu rivayət Buxarda gəlir. Yəni bunu bilirdilər. Amma bununla bərabər nə etdilər? Əlbəttə ki, iman gətirmədilər. Nəyə görə? Paxıllığa görə. Hansı ki, bunun özü öz dili ilə Herakli eləmişdi. Yəni etiqad etmişdi. Öz dili ilə bunu qəbul etmişdi. Və sonra buyurur müəllif burada Peyğəmbər s.ə.v-in Peyğəmbərlik verilməmişdən əvvəlki baş verən bir çox hadisələr, hansı ki, bunlar özü Peyğəmbər s.ə.v-in Peyğəmbərlik verilməyinə dəlalət, yəni artıq onu Allah Teala Peyğəmbərliyə hazırlayırdı. Hansı ki, səhih rivayəti gəlir ki, Peyğəmbər s.ə.v buyurur ki, təslimül həcə aleyh qablə nüvə. Hətta Məkkədədir, daşlar var, mən tanıyırdım, Peyğəmbərlik verilməmişdən və mənə salam verirdilər. Səhih Müslimdə rivayət olmuş, subhanallah. Yəni, ola bilsin, bəziləri soruşaq, necə olur? Daşın iradəsi var, Allah Taala'nın yaratdığı bütün məxluqatın iradəsi var. Ata Quran-Kərim buyurur ki, وَاِنْ مِنْ شَيْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِ وَلَكِنْ لَا تَفْقَهُونَ تَسْبِحَهُ Yerlərdə və göylərdə nə varsa Allah'ı zikredir, amma siz onların bir təsbihini başa düşmürsünüz, Çünki nəyə görə Allah Teala hər bir məxluqatın yaradan neyniyib? Ona iradə verir. Peyğəmbər buyurur ki, Uhud dağını görəndə, Uhud dağı, biz Uhud dağını sevirik, Uhud dağı bizi sevir. Bunu Peyğəmbər sözən buyurur, Buxarda gəlir. Necə sevir? Deməli, onun iradəsi var. Peyğəmbər s.ə.v-in üzərinə çıxıb xütbə verdiyi bir kötüy var idi. Peyğəmbər s.ə.v minbər tikəndən sonra Peyğəmbər minbərə çıxanda bir kötüyün inilti səsini eşitdi. Subhanallah. Nəyə görə? Çünki həmişə Peyğəmbər s.ə.v onun üzərinə xütbə verərdi. Üzülür, Peyğəmbər niyə onun üzərinə xütbə vermir deyə. Peyğəmbər s.ə.v minbərdən enir və onu qucaqlayır, gətirir minbərin yanına qoyur, ondan sonra da iniltisini kəsdir. Subhanallah. Yəni, hər bir Allah'ın yaratdığı məxluqatın ibadəti var. Hətta Süleyman Peyğəmbər hadisəsində Süleyman Peyğəmbər Allah Teala ona bütün heyvanların dilini vermişdi. Süleyman Peyğəmbər bir dəfə atla gedəndə görür ki, qarışqa dua edir Allah Teala'ya. Ey Allah'ım, sən bizə yağış yağdır. O qulların etdiyi günahlarına görə sən bizdən yağışını kəsmirsən. Süleyman Peyğəmbər deyir ki, əshabələrinə artıq geri qaydın. Sizdən başqasını deyir, yağış duası eləyib. Subhanallah. Yəni, bunlar hamısı nədir? Həqiqətdir. Yoxsa bəzi şəkşünaslar, yəni müstəşriklər, orientalistlər şəkşübə gətirlər. Necə ola bilər daşın? Artıq Quran-Kərimdə buyurur. Hətta daş var ki, deyir, Allahın qorxusundan dığırlanır. Və daş var ki, deyir, ondan su çıxır. Və insanlar var ki, onların qəlbi o daşdan da səhvdir. Çünki Allah-u yaratdığı hər bir məxluqatı Allah-u nədir? İbadət eləyir və Allah-u nədir? Çünki hər şeyə qadirdir. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin Peyğəmbərlikdən əvvəl, yəni Peyğəmbərlik verilmiş işarətlər
Peyğəmbər s.ə.v buyurur, hədisdə gəlir, minhər rü'yə sadiqə, Peyğəmbər s.ə.v-in gördüyü gözəl yuxu. Hansı Peyğəmbər s.ə.v vəhiydən əvvəl gördüyü yuxu həyatda baş verirdi. Bu nə idi? Peyğəmbər s.ə.v neynəmək? Artıq Peyğəmbər hazırlamaq. Hətta Peyğəmbər s.ə.v Hira mağarasında neyindi? İbadətə çəkilmişdi. Yəni, Hira dağında, Kəbəyə uzaqlıqda yerləşirdi. Peyğəmbər s.ə.v o dağa çıxırdı və gecələri orada neynəyərdi? İbadət eləyərdi. Necə ibadət eləyərdi? Bilmirik. Subhanallah. Çünki Allah neynidir? Hər bir insanı yaradanda Allaha imanla yaradır. Fitrətlə. Hər bir məxluqatını. Onun Peyğəmbər sonra onu ya valideynlər məcusləşdirir, ya xristiyanlaşdırır, ya yahudiləşdirir. Amma hamısı neynəyib? Allah-u Teala'ya imanla Allah onları yaradır. Hətta bağlı ki, ondan sonrasın Allah harada göyə baxır. Çünki o imanla Allah'ın yaradır. Allah'ın varlığına hər şey hamısı neynəyir? İman gətirir. Peyğəmbər sən neynədir? Hira mağarasına ibadət çəkilərdi. Nə vaxt ki azlıqəsi qutarırdı, ondan sonra qayıdırdı, yenidən azlıqəsini götürürdü. Hətta Peyğəmbər s.ə.v artıq o Hira mağarasına sevdirilmişdir. Gecələri orada qalırdı Peyğəmbər s.ə.v və bu an Allah s.ə.v neynədir? Peyğəmbər s.ə.və vəhiy göndərdi. Hansı ki o gecə qaranlığında Hira mağarasında olduğu zaman, subhanallah. Yəni, mənzərəyə fikir verir. Peyğəmbər s.ə.v Hira mağarasında mələk gəlir, deyir, oxu. Hansı ki o mağarada insan gecə durub qorxulu, vahimə basır. Yəni, görün, Peyğəmbər s.ə.v hansı nədir? Mərhələdən keçib. Və Peyğəmbər s.ə.v həmən Hira mağarasında ikən 40 yaşında Allah-u neyniyir? Vəhiy göndərir, subhanallah. 40 yaşında. Vəhiy nə vaxt olur? Ramazan ayında və yevmul itneyn, yəni həftənin birinci günü. Və digər rivayətlərdə gəlir ki, Ramazan ayının 21-i. Yəni, bu rivayətlər fərqlidir, amma ki, bu nə vaxt baş verir? Ramazan ayında baş verir. Və gəlir həmin ki, mələk nə deyir? Oxu. Peyğəmbər s.ə.v Hira mağarasında ikən ibadət edir. Amma ibadətin keyfiyyətini bilmirik. Əlbəttə ki, və mələk gəlir, əlbəttə ki, Cəbrail həftənin birinci günü Ramazan ayında gəlir, deyir ki, oxu. Peyğəmbər s.ə.v özü buyurur ki, deyir, mələk gəldi, mən dedi ki, iqra. Və dedim ki, deyir, mənə biqari. Mən oxuya bilmirəm. Çünki nə idi? Peyğəmbər s.ə.v oxuma yazmağı bilmirdi. Onun da hikməti var. Oxuma yazmağı bilmirdi, amma vəhiy gəlir. Çünki nəyə görə? Hikmət nədir? Oxuma yazmağı bilsək, deyəcəklər ki, əvvəlki dinlərdən öyrənin. Amma bu öz nədir? Peyğəmbər oxuma yazmağı bilmir ki, əvvəlki dinlərdən oxuyub öyrənsin. Deməli, bu Allah-u gələn vəhiydir. Fəqattani, fəəxəzəni, fəqattani. Və məni götürdü, özünə sığdı belə. Həttə bələğə minnil cəhd. Hətta qorxdum ki, ölərəm. Summa ərsələni. Və sonra sən məni bırak, dedi ki, oxu. Dedim ki, oxuya bilmirəm. İkinci dəfə yenə məni belə tutdu, sığdı. Hətta üçüncü dəfə. Və sonra dedi ki, iqra bismi rabbikəlləzi xalaq. Səni yaradan Rəbbinin adı ilə oxu. Səni yaradan Rəbbinin adı ilə oxu. Subhanallah. Hətta sonuncu aya qədər ki, Allah sənə nədir? Bilmədiyini öyrətdi. Və Peyğəmbər s.ə.v titriyə qayıdır evə. Hətta Xəccə radiyallahu yanına gəldi ki, zəmmilunə, mənim üzərimi örtün. Və üzərini örtürlər, o qorxu gedir. Xəccə deyir ki, nə oldu? Niyə belə edirsən? Və Peyğəmbər s.ə.v bunu xəbər verir. Deyir, qorxdum, deyir, öz nəfsimə gələ. Yəni, ölməkdən qorxdum. Xəccə deyir ki, kəllə, heç vaxt qorxma. Çünki Allah sənə heç vaxt köməksiz qoymaz. Çünki sən insanlara əl tutursan, doğru danışırsan, zəiflərin yanındasan, məzlumların köməkçisən, qonağa hörmət edirsən, haqqın müdafiə edənsən, heç vaxtı Allah neynəyə səni tək qoymaz. Çünki Peyğəmbər s.ə.v-in hətta yəni Peyğəmbərlikdən əvvəl belə Peyğəmbər s.ə.v-in necə insan olduğunu bilirdilər. Onun ki, Xəccə bu vaxtı gəlir Varaq ibn Nofəlin yanına, yəni Xəccənin əmisi oğlu. Çünki nə idi? Xristiyanlığı qəbul etmişdi. Kitabları oxumuşdu, bilirdi, İncili bilirdi, çox kitabları bilirdi. Artıq deyir, qocalmışdı, gözü kör olmuşdu. Xəccə deyir ki, qulaq as. Və Peyğəmbər s.ə.v o gördüyünü danışır. Varaqa deyir ki, Həzən nəmusəlləzi
ən unzil alə Musa. Bu deyir, Musaya enən sir sahibidir. Yəni, Cəbrail. Yə leytəni fiyhə cəzən əkunu həyyən hinə yaxrucukə qavmuk. Yuxrucuk qavmuk. Nə olardı, cavan olardım. Qövmün səni deyir, çıxardanda, Məkkədən qovanda, mənim sənə kömək eləyərdim. Peyğəmbər deyir ki, məyər deyir, qövmün məni çıxardacaq? Deyir, bəli, elə bir Peyğəmbər olmadı ki, ona deyir, düşmən olmasın. Həmçə düşmənçi elədilər. Əgər mən deyir, sağ olsam deyir, sənə deyir, kömək eləyərdim. Bir çox müddət keçəndən sonra nedir? Varaq ibn Nəufəl vəfat elədi. Amma Peyğəmbər s.ə.v sifət haqqı nə idi? Bilirdi. Və Peyğəmbər s.ə.v bir müddət sonra vəhiy kəsilir. Yəni bir müddət sonra nə edir? Vəhiy kəsilir. Və Peyğəmbər s.ə.v vəhiy kəsilənə nə edir? Çox sıxılırdı. Hətta rivayətlərdə gəlir ki, 6 ay artıq sonra nə edir? Vəhiy gəlmir. 6 ay müddətində vəhiy gəlmir. Bir çox rivayətlərdə gör, Peyğəmbər s.ə.v vəhiy gəlməyən sıxıldığından dağın başına çıxar, özünü atmaq istəyəndə Cəbrail gəlir, deyər, səbirlə, bu rivayət zəifdir. Çünki nəyə görə? Peyğəmbərlər məsumdur. Peyğəmbər özünə heç intihar eləməz. Çünki bu, Peyğəmbərlərin məsumluq sifəti nədir? Ziddir. Bu rivayət nədir? Səhih deyil. Ona görə Allah nə eləmişdi? Onu qorumuşdur. Və sonra, əlbəttə ki, yenidən nədir? 6 ay müddətindən sonra yenidən nədir? Vəhiy gəlməyə başladı və Peyğəmbər buyurur ki, Beynəmə ələ əmşi İstəmistu səvtən. Gedəndə deyib, birdən deyib, şiddətli səs eşitdim. Və başımı qaldıran gördüm ki, deyib, Cəbrail Allah falan onu öz yaratdığı sifətində səmada deyib, oturub kürsünün üzərində. Və qanadlarını açıb və qanadları deyib, bütün üfüqü bağlayıb. Və Peyğəmbər nə edir? Qorxur yenidən. Çünki Allah falanın yaratdığı həmən mələyi nə edir? Öz sifətində görür. Öz sifətində görür. Yəni Allah falanın o yaratdığı sifətində görür. Çünki Allah Teala'nın yaratdığı وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ. Allah Teala'nın o qədər yaratdığı məxluqatlar var ki, Allahın, onu heç kimsə bilmir Allahdan başqa. Peyğəmbər s.ə.v bəzi, hətta mələklər vardır, bizə bildirib mələklərin vəzifələri, onlar nə ilə məşğuldur. Və Cəbrail əleyhissalam nə edir? Öz sifətinə görüb və Peyğəmbər s.ə.v nə edir? Yəni nə edir? Qorxur. Amma ki, bundan sonra nə edir? Artıq vəhiy davam eləməyə başlayır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm vəhiy gəlir. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm gələn vəhiyi əzbərləməkdə tələsirdi. Və o ayə indirdi. Lə tuharrik lisanəkə litə'cələ bik. Tələsirsən, əzbərləmək üçün tələsmə. İnnə aleynə cəm'əhu və Qur'anə. Çünki bu Qur'anı biz sənə öyrədəcək. Yəni tələsir, Peyğəmbər yadından çıxma tələsirdi, əziyyət çəkirdi. 6 ayə indir ki, tələsmə, çünki bu Quranı biz sənə vəhiyini öyrədəcək və bu sənin nədir? Yadında qalacaq. Onu görə Peyğəmbər sana soruşanda ki, ey Allahın Rasulü, sənə necə vəhiy gəlirdi? Peyğəmbər buyurur ki, əhyənə yətini mislə salsalatil cərəs. Hərdən deyir, elə bir qulağıma deyir, səs gəlirdi. Səslə gəlirdi. O da mənim üçün deyir, ən çətini idi. Və Cəbrailin dediklərini əzbərliyirdim. Və hərdən deyir, mələk deyir, insan sifətinə gəlirdi. Hətta Ayşə radiyallahu buyurur ki, Peyğəmbər s.ə.v vəhiy gəldiyi zaman qışda deyir, alnından tər axırdı. O vəhiyin ağırlığından. Hətta sahabı buyurur ki, bir gün Peyğəmbər s.ə.v-in dizi mənim dizimin üstündəydi. O anda vəhiy gəldi, elə bir ağırlıq çöktü ki, qorxdum ki, deyir, dizim sınacaq. Yəni, gör, Peyğəmbər s.ə.v əlbəttə ki, hansı mərhələlər keçib, yəni necə əziyyətlər keçib. Və hərdən də Peyğəmbər s.ə.v vəhiy Cəbrail əleyhissalam insan sifətinə gələrdi. Və hərdən, deyir ki, İbn-i Qeym buyurur ki, vəhiyin bir çox nədir? Növləri var. Onlardan birisi necə ki, Peyğəmbər s.ə.və Cəbrail əleyhissalam öz sifətinə gəlməsi, Peyğəmbər s.ə.v əvvəlində yuxuda görməsi, hətta buyurur ki, mələkdir, mənim qəlbimə o vəhiyi atırdı. Heç görsənmədən belə. Digər rivayəti buyurur ki, İnnə ruhul qudus, yəni Cəbrail, nəfəsə fi rəv'i, mənim qəlbimə o vəhiyi verdi ki, ənəhu lən təmutə nəfsun həttə tüstəkmələ rizquhə. Hər bir insan, Allah-u Teala ona yazdığı ruzunu son loxmasına qədər yemədən bu dünyadan köçməyəcək. Fəttəqullaha, Allah-u Teala'dan qorxun və əcmilu fit-taləb və halal qazanın. Bu nədir? Əlbəttə ki, vəhiyin
bir növü, hansı ki Peyğəmbər s.ə.və bu vəhiy nə inirdi? Davam eləyirdi. Və sonra Peyğəmbər s.ə.v vəhiy 33 il, sənət və işlə 23 il davam eləyir. Bunlardan 13 il Məkkədə, hansı ki səhih rivayətlərdə gəlir, Buxarda gəlir, 13 il Məkkədə və 10 il isə Peyğəmbər s.ə.v Mədinəyə dəvət elədi. Və Peyğəmbər s.ə.v dəvətindən baxdığımızda görürük ki, 13 ildə dəvət nə idi? La ilahə illallah. Yəni, la ilah kəlməsi, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Peyğəmbər s.ə.v 13 il buna dəvət edib, subhanallah. Və o bütün o dəvətində də Peyğəmbər s.ə.v o bütün əziyyətlərə nə inəyib? Düçar edir. Və burada müəllif bir məsələni toxunur, yəni buna toxunmaq ehtiyac var, hansı ki sonraki fəsillərdə götürəcək. Peyğəmbər s.ə.v-in dəvətdə gördüyü əziyyətlər, hansı ki gizli dəvət, sonra açıq dəvət, Peyğəmbər s.ə.v əziyyət verib, Peyğəmbər s.ə.v əşablarına necə öldürüblər, nəyə görə İslamı qəbul etdiyi üçün, Peyğəmbər s.ə.v hətta boğurdular namaz qılanda. Bunu biz götürəcəyik əvvəlki dərslərimizdə. Peyğəmbər s.ə.v onları nə edir? Lənət duası oxudu. Və burada bir çox müstəşriklər, yəni orientalist, yəni şəkşinaslar, İslamı qəbul etməyən və İslamda olmayanlar belə bir şübhə gətirirlər ki, Peyğəmbər s.ə.v əvvəlki dinlərdən öyrənir. Yəni, bu Allah-Teala'ya gələn vəhiy ola bilməz. Çünki vəhiy nə ilə inkar edirlər. Çünki öz ağılları ilə ölçürlər. Çünki Allah-Teala'ya iman olmadığı üçün. Hansı Allah-Teala Quran-Kərimdə buyurur, Məkkə müşriklər də bunu deyirlər ki, Peyğəmbər əvvəlki dinlərdən öyrənir. İnnəmə yuallimuhu bəşər. Yəni, ona bəşər öyrədir. Allah-Teala'dan gələn vəhiy deyil. Allah-Teala bu innəmə huvə ifkun. Bu deyil sənə qarşı bir böhtandır. İftirahu və ənə aleyh qavmun əxarun. Onun deyil, başqa bir bölümlər iftirahtır və digərləri də o itki, o iftiranı təsdiqlədilər. Və 20-ci əsrdə bir çox müstəqilər deyirlər ki, Peyğəmbər s.ə.v Allah-Teala Peyğəmbərə vəhiy göndərməyib, Peyğəmbər bunu Varaq ibn Nəufəldən öyrənib. Və bəzən deyirlər ki, Peyğəmbər s.ə.v Şama ticarətə getdiyindəki rahibdən öyrənib. Bəzən deyirlər ki, Peyğəmbər s.ə.v Məkkədə Yahudilərdən öyrənib. Hansı ki, Məkkədə Yahudi yox idi. Yaşamayıb. Mədinədə yaşayırdılar. Və həmçinin Peyğəmbər s.ə.v deyir ki, rahibdən öyrəndi. Peyğəmbər s.ə.v rahiblə görür ki, bir neçə saatdır. Bütün bu vəhiyi, 23 ildə olan dəvəti bir saat öyrənə bilər rahibdən. Düzgün deyil. Yəni, bunlar nə deyir? Əlbəttə ki, Peyğəmbər s.ə.və iftira atırlar. Və yaxud da deyirlər ki, Peyğəmbər s.ə.v yaza bilmirdi. Amma ki, yaxşı, Peyğəmbər s.ə.v bəli, yaza bilmirdi, oxuya bilmirdi. Və sonra necə olub ki, bunu öyrənib? Burada görürsün nə deyir? Uyğun gəlmir. Və yaxud da ki, bir çox belənçindən eynirlər, şübhələr gətirirlər Allahın kəlamına qarşı. Və bunlara da ən gözəl şübhəni Xristiyan alimləri özləri verir. Bunlardan birisi Sal, o birisi də Teylor. Hansı ki, onlar özləri nə edirlər? Onlara cavab veriblər ki, mümkün deyil, Peyğəmbər s.ə.v əvvəlki dinlərdən öyrəsin. Çünki, bunlardan birisi Sal buyurur ki, Peyğəmbər s.ə.v əvvəlki dinlərdən bunu nümunə götürə bilməzdi. İslam'a daxil edə bilməzdi. Çünki artıq əvvəlki dinlər əqidələrində, əxlaqlarında dönmüşdülər. Öz dinlərindən dönmüşdülər. Biz baxsaq ki, o vaxtki kilsə tarixinə və ya xristiyanlara 13-cü əsrdən sonra artıq deyir, o vaxtda olan o rahiblər özləri deyir, ixtilafa düşmüşdü və özləri dini dəyişdirmişdilər, əxlaq deyir, pozulmuşdu. Öz dünya istək arzularına görə bütün çirkinləri, o paxıllığı, o qəlbi çirkinliyi götürərək ancaq dindən öz mənafeyləri üçün istifadə edirlər. Necə ola bilər ki, deyir, Məhəmməd deyir, onlardan götür. Çünki Məhəmməd gəlib insanlara Peyğəmbər s.ə.v əxlaqı çatdırıb. Onda Peyğəmbər s.ə.v onlardan çirkinliyi götürüb, uyğun gəlmir İslamla. Yəni, bunu nə inir? Özü, hansı ki, Hristiyan alimi özü cavab verir. Həmçinin digər Teylor buyurur ki, Peyğəmbər s.ə.v əvvəlki ümmətlərdən götürə bilməz. Çünki əvvəlki ümmətlər ancaq bidət, xurafat, bütpərəstlik və əxlaqı dəyərdən, bütün əxlaqı dəyərlər ayaq altına alınmış bir toplum idi. Peyğəmbər s.ə.v onlara necə götürürsün? İslam onlara buyurmuyor. Əksinə Peyğəmbər s.ə.v gəlib insanı nə edir? Gözəl əxlaqlı olmağı buyurur. Yəni bunu nə edir? Öz kitabında buyurur. Bu öz nəyə dəlildir? Deməli, Peyğəmbər s.ə.və qarşı atılan nədir? Bu böyük bir iftiradır və Peyğəmbər s.ə.v əlbəttə ki,
əvvəlki dinlərdən öyrənməyib. Bu, Allah Taala'dan ona gələn bir vəhy idi. Allah Taala bunu eləyib, ona vəhy göndərib. Və sonra buyurur ki, müəllif burada Peyğəmbər s.ə.v-in dəvəti və dəvət bir neçə mərhələlərə bölünür. Var gizli dəvət, çünki Qureyş müsəlmanlara əziyyət verdiyi üçün məcbur idilər gizli dəvət eləsinlər və sonra gəlir açıq dəvət. Ancaq Peyğəmbər olsa əmr buyurur ki, artıq açıq-aşkar insanları, yəni bütün insanları artıq dəvət eləyə bilərsən. Və bu da Peyğəmbər s.ə.v-in gizli dəvəti 3 il çəkdi. Bir çox rivayətlərə gəlir ki, belədir, yəni tarix halində buyurur ki, 4 il çəkdi. Hansı ki, Peyğəmbər s.ə.v bu vaxtı ancaq öz qohum əqrabanı və ya digər sahabələri və digərlərini gizli dəvət etməyə idi, məcbur idi, çünki onlar buna, yəni Qureyş buna nə idilər? Əziyyət verdilər, icazə vermirdilər. Yəni imkan vermirdilər, fürsət vermirdilər. Ona görə burada müəllif buyurur ki, birinci İslamı qəbul edənlərdən Xədicə radiyallahu anh idi. Allah ona razı olsun. Peyğəmbər s.ə.v-in həyat yoldaşı və möminlərin, müsəlmanların anaları. Çünki Allah buyurur Əhzab surəsində, Nur surəsində və əzvacu umməhətukum. Peyğəmbərin həyat yoldaşları sizlərin anasıdır. Peyğəmbərin həyat yoldaşları sizlərin anasıdır. Və çünki nəyə görə Xədicə İslamı qəbul edir? Çünki birinci vəhiy o eşitdi. Peyğəmbər sallallahu aleyhi və səlləmlə. Hətta nəyin ki, yəni görün, qadının, yəni qadınlar var ki, əxlaqına və cəsarətinə, şücaətinə görə kişilərdən üstündür. Peyğəmbər nə elədi? Kömək elədi. Peyğəmbər s.ə.v gəlib ona çətin ana deyəndə ki, bu Allah'tan vəhidir, ona iman gətirdi. Və Peyğəmbər s.ə.v-dən acılarını yüngülləşdirdi. Və sonra gəlib Peyğəmbər s.ə.v bir çox rivayətlərdə ki, uşaqlardan Əli ibn Əbi Talib İslamı qəbul edir. Çünki o vaxtda Əli ibn Əbi Talib Peyğəmbər sallallahu aleyhi və səlləmin himayəsi altındaydı. Çünki Peyğəmbər s.ə.v ona baxırdı. Əli ibn Əbi Talibə Peyğəmbər s.ə.v baxırdı. Yəni bir çox rivayətlərə gəlir ki, Əli ibn Əbi Talib o vaxtı 8 yaşı var idi və ya 16 yaşı var. Yəni bu tarixi rivayətlərdir. 7 yaşı var idi. Və ondan sonra kişilərdən, yəni yaşlılardan Əbbəkir radiyallahu anh İslamı qəbul etdi. Yəni, baxın, İslamı qəbul edənlərin də əlbəttə ki, öz dərəcələri var, birinci qəbul edənlər. Onun Peyğəmbər buyurur ki, Səhih Buxarıda gəlir, Allahu bə'ətəni, innallah bə'ətəni iləykum. Allah təala məni sizə elçi olaraq göndərdi. Fəqultum kəzəbdə, siz isə yalancı dediniz. Birinci qəbul etmədilər, Məkkə müşrikləri. Və qalə Əbu Bəkir sadaq. Amma Əbu Bəkir dedi ki, sən doğru danışın, subhanallah. Və vətəni binəsi və məlihi, malı ilə və canı ilə məni qorudu, mənə kömək elədi. İnnə avvələn nəs İsləmə və insanlar içərisində İslamı qəbul edən birinci o idi. Yəni, yaşlılar içərisində. Yəni, bir çox rivayətlər gəlir. Əli radiyallahu anh, həmçinin uşaqlar içərisində nə idi? İslamı qəbul edənlərdən birisidir. Ondan sonra Əbbəkir radiyallahu anh ailəsi qəbul etdi. Hətta Ayşə radiyallahu buyurur ki, Ləm əqil əbəvəyyə illə vəhumə yudinəni din. Hətta mən uşaq olanda dərk eləmirdim. Yəni, uşaq idim hələ. Həddi buluğa çatmamışdım. Və mən o vaxtda gördüm ki, valideynləri dindən danışır, dini qəbul ediblər. Bu da əlbəttə ki, Peyğəmbər s.ə.v-in əshabələrindən, Peyğəmbər s.ə.v-in birinci xəlifəsi Əbubəkir radiyallahu anh nədir? Fəziləti. Və sonra Peyğəmbər s.ə.v-in himayəsi altında olan Zeyd ibn Hərisə həmçinin İslamı qəbul etdi. Hansı ki, kişilərdən. Və ondan sonra digər insanlar qəbul etdi. Həmçinin Səd ibn Əvvaqqas İslamı qəbul etdi. Hətta digər rivayətlərə gəlir ki, o, müsəlmanların 3-cüsü idi və ya 4-cüsü idi. Yəni, o vaxtı belə bir ənənə var idi. Bu fəxr idi, əlbəttə, kim birinci İslamı qəbul edir. Yəni, çox rahat bir şey deyil ki, o vaxtı biz indi oxuyuruq, necə qəbul etməyiblər. Yəni, elə bir toplum, elə bir cahiliyə dönəmi İslamı qəbul etməsi birbaşa çox çətin idi. Ona görə o birinci İslamı qəbul edənlərin öz hörməti var idi əshablar üçün. Hətta aralarında deyirlər, mən 6-cı İslamı qəbul etmişəm. Əlbəttə, bu onlar üçün nədir? Bir fəxirdir. Necə deyərlər? Bir xeyrxalq, fəzilətdir. Sahabilər bunu deyirlər öz arasında. 6-cı İslamı qəbul edən, 7-ci İslamı qəbul edən, hədis şəriflərə gəlir. Bu onlar əlbəttə fəzilətini göstərir. Sahabələrin, radiyallahu anhum. Ona görə orta Quran-Kərim buyurur. Radiyallahu anhum və radu anh. Onlar Allahdan razıdır, Allah onlardan razıdır, subhanallah. Çünki Allah-u Teala onları Peyğəmbər sallallahu aleyhi və səlləmə
ən gözəl toplum, ən gözəl cəmiyyət olaraq seçdi. Bununla nə edirlər? Əlbəttə öz aralanda fəxr edirlər. Hətta ki, rivayət gəlir. Misal üçün, onlar üçün rahat deyil İslamı qəbul etmək. Öz qəbilələri, öz ailələri, öz valideynləri hər tərəfdən təzyiq. Biz özümüzə bir təzyiq onu dözə bilmirik. Qaldı ki, o toplum, cahiliyyə dönəmi gör necə olur. Hətta buyurur ki, Səd ibn Əbi Vaqqas, mən İslamı qəbul edəndə anam and içdi ki, əgər sən dindən dönməsən, səninlə heç vaxt danışmayacam və heç vaxt yeməyəcəm, içməyəcəm, ta ölənə qədər. Subhanallah. Yəni, gör o insan üçün necə çətindir. Cahili dönəmdən çıx. Valideyn, yoxsa İslam. Hətta deyirdi ki, zəəmtə ənnəlləhə vəssəki bi valideyk. Və sən deyirsən ki, Allah təala əmr eləyib, valideyninə hörmət. Mən də sənin valideyninəm. Nəyə görə mənə tabi olmursan? Subhanallah. 3 gün yemədi. Səd ibn Vaqqas dindən dönmürdü. Çünki, bəli, valideynə itaət vacibdir. Amma valideyn əgər əmr edəsən ki, ibadət eləmə Allah təlaya, Allah təlaya şərik qoş, Allah Quran-Kərimdə buyurur. Onun vaxtda valideynə itaət yoxdur. Amma bunun xaricində, hətta valideyn müsəlman olmasa belə, evladın üzərində haqqı var, valideynin haqqını yerinə yetirməlidir, valideynə bu dünyada nədir? Ta vəfat edəndən baxmalıdır və vəfat edəndən sonra da onun üçün Allah Taala'dan məğfirət, bağışlanma duası etməlidir. 3 gün qaldı artıqdır, aclıqdan anasının huşu itirdi. Və digər oğlu gəldi, Amara su verdi. Və bu vaxt neynədi? Hətta Səd ibn Vaqqası çox sevdiyindən onu neydi? Bəddua eləyirdi. Dindən çıx, yoxsa özümü acından öldürəcəm. Və bu vaxt Allah neynədi? Ayə indirdi. Və vassaynalı insana bi valideyi husna. Biz insana tövsiyə etdik ki, valideyninə yaxşı davransın. Və in cahadaka ala an tushrika bi. Əgər sənə məcbur etsələr ki, mənə şərik qoş, o vaxtda onlara itaat etmə. Amma yenə nə deyir? Və sahibuhuma fid-dunya ma'rufa. Amma yenə bu dünyada o yaxşılığı unutma. Bu niyə ona qarşı nə? Yaxşılıq elə. Hətta o dərəcəyə çatdı ki, sonunda gördü ki, Səd ibn Əbi Vaqqas dönmür, artıq məcbur qaldı yedi. Subhanallah. Yəni, neylə, axıra qədər nədir? Yəni, biz ola bilsin, oxuyuruq bunu, amma o dönəmdə, o ictimaiyyət, o toplum, cahiliyyə dönəmi içərisində çox çətin idi bu İslamı qəbul etmək. Yəni, rahat deyildi. Hətta baxın, sahabələr necə əziyyət edirlər. Bilal radiyallahu anhu bu, İslamı qəbul etdiyi üçün çıxardırdılar günəşin altında, saatlarla ac su saxlayırdılar, üzərindən daş qoyurdular, yandırırdılar, deyir ki, dön dinlən, deyir ki, Allah təkdir. Yəni, bu mövqeyə kim dözə bilər? Xəbbəb ibn Art, biz əvvəl oxuduq, dəmirçi idi, qulu idi. İslamı qəbul etdiyi üçün o Məkkə müşriki paxıllığına, həsədindən çıxardıblar deyməni, deyir, bədənimə dəmir giydirirlər, səhranla günəşin altında saxlayırdılar. O vaxta qədər ki, ürəyim keçirdi. Sonra bununla dözmürdülər, kömürü qızdırırdılar, daşı başıma basırdılar. Ürəyim keçib yıxılırdı. Bununla dözmürdülər, çıxardıblar məni günəşin altına, o daşı yandırırdılar, qızmar olandan sonra belimə basırdılar. O vaxta qədər ki, belimdən yağ çıxırdı, o dərinin yağı, o dərinin yağı o daşı söndürürdü. Amma buna mən nə edirlər? La ilahe illallah, Muhammedən Rasulullah. Ona görə biz sahabələri sevməliyik. Biz sahabələri sevməliyik. Çünki nəyə görə? Onlar belə səbr edib İslamı bugün bizə gətirib çatdırıblar. Onlar olmasa, İslamı kim çatdıracaq bizə? Amma bu nədir? Əlbəttə ki, Allah onları nədir? Seçdi. Bu da onların nədir? Fəzləsidir. Yəni bu mövqi nəyə göstərir? O əzəmətli fitnənin önündə sahabələrin səbri. Ondan sonra Osman radiyallahu anh, Osman ibn Affan neynədir? İslamı qəbul etdi. Ondan sonra Talha ibn Ubeydullah İslamı qəbul etdi. Sonra Zübeyir ibn Avvam İslamı qəbul etdi. Hansı ki, İslamı qəbul edəndə yaşı az idi. 16 yaşı var idi. Hətta rivayətlərə gəlir ki, əmsi onu neynirdi? Əzab verirdi dindən çıxsın deyə. Odla yandırırdı onu dindən çıxsın deyə. Yəni, körpə uşaq deyək. Yəni, cavan bir oğlan. Ondan sonra Xalid ibn Səid ibn Əbil As İslamı neynədi? Qəbul etdi. Ondan sonra Abdullah ibn Məsud İslamı qəbul etdi. Hətta buyurur ki, Abdullah ibn Məsud İslamı qəbul etməyə hadisəsini Kuntu qulamən yəfiən ərə qanəmən li Uqbət ibn Əbi Muayd bi Məkkə. Bir uşaq ikən Uqbət ibn Əbi Muaydın deyir, çobanı idim, onun qoyunlarına sarırdım.
Bir gün Peyğəmbər s.ə.v Əbu Bəkirə gəldi. Gördüm ki, müşriklərdən qaçıb gəliblər. Əziyyətindən. Dedi ki, ey quləm, ey uşaq, süd var, bizə süd ver biraz içməyə. Dedim ki, verə bilmərəm, çünki sahibimindir. İcazə almamışam. Dedi, yaxşı, onda heç olmasa süd olmayan qoyunu gətir. Süd verməyəni gətirdim. Peyğəmbər s.ə.v neynədi? Dua elədi və deyir, ondan süd sağdı, subhanallah. Mən də bunu gözümlə görürəm, deyir, bu möcüzəni. Və sonra deyir, bir daş gətirdilər, hansı içərisi boş. Ona tökdü və Peyğəmbər və Əbu Bəkir neynədi? Onu içdi. Və sonra bundan sonra da gəldim Peyğəmbərin yanına. Dedim ki, deyir, bu gözəl söz nədir? Ondan mənə öyrət. Yəni, Qurandan. Dedi ki, deyir, sən öyrənən oğlansan. Və Peyğəmbər s.ə.v-in dilindən 70 dənə surə əzbərlədim. Heç kimsə deyir, o surəni deyir, mənə kim gözəl əzbərləyə bilməzdir. Yəni, Peyğəmbər s.ə.v-in öz dilindən. Hansı ki, bu, sahabilərin nədir? İslamı qəbul etməsi. Ondan sonra Xəbəb ibn Ard İslamı qəbul etməsi, bir hansı ki, edirədir. Sonra Ammar ibn Yəsirin İslamı qəbul etməsi, hansı ki, Ammar ibn Yəsir buyurur ki, Rəaytu Rasulullah s.ə.v və mə məhu illə xəmsə ə'bud və əmrəətən və Əbu Bəkir. Mən Peyğəmbər s.ə.v görəndə gördüm ki, onunla deyir, 5 qul var, yəni İslamı qəbul edir, 5 nəfər var. Qul, 2 qadın və Əbu Bəkir. Yəni sahabiləri deyir. Hətta misal üçün, İbn Məsud buyurur ki, mən deyir, birinci İslamın deyir, açıq-açıq deyənlərdən Əbu Bəkir, Ammar, Ummu Sümeyyə, Suheyb, Bilal, Miqdad idi. Hansı ki, Ammar ibn Yəsirin anasını eynədilər, öldürdülər. Birinci İslamda şəhid. Nəyə görə? İslamı qəbul etdiyi üçün. Hətta Məkkə müşrikləri o qədər əziyyət verdilər, dindən dönmədi. Dindən dönmədi. Hətta sonunda gəldilər, yerə bağladılar, nizəni götürüb, övrət yerindən vurub öldürdülər. Amma yenə dindən dönmədi. Dedik, əşhədən la ilahe illallah, əşhədən Muhammed Rasulullah. Yəni, bu rahat mövqe deyil, yəni. Elə bir, yəni, bu ümmətin gör necə insanları olub, şərəfli, dəyərli insanları. Səbr ediblər və dini, əlhamdülillah, gətirib çatdırıblar. Ondan sonra digər sahabilər, hansı ki, İslamı qəbul etdilər. Və bunlardan birisi də, hansı ki, Amr ibn Abəs Əs-Siləmi, deyir ki, mən İslamı qəbul etdilənlərdən 4-cü idim. Hansı ki, İslamı qəbul etmədən səbəb də o idi ki, deyir, mən cahiliyə dönəmində insanların rezalət yolunda olduğunu bilirdim. Çünki onlar deyir, bütlərə ibadət edirlər, amma mən bütlərə ibadət etmirdim. Fitrəti var idi, sağlam. Və belələri qalmışdı, yəni fitrəti heç pozulmayanlar. Və bir vaxt eşitdim ki, deyir, bir nəfər Məkkədə çıxıb dindən danışır və gəldim Peyğəmbərin yanına. Gecə, gizli daxil oldum Məkkəyə. Və mənə dedi ki, sən kimsən? Dedim ki, sən kimsən? Getdim, dedi ki, mən Peyğəmbərəm. Dedi ki, Peyğəmbər nə demək dedim? Dedi ki, Allah məni göndərib. Dedi ki, nə ilə göndərib Allah səni? Dedi ki, Allah məni göndərib qovumluq əlaqələri ilə. Allah məni göndərib bütlərə ibadət etməməklə. Yalnız və yalnız Allah'a ibadət etməklə. Dedim ki, dedi, səninlə kim var? Dedi ki, Hurrun və Abdun. Mənimlə Hur, yəni bir nəfər azad, Əbu Bəkir və Abd var, Bilal ibn Həbəş. Qullardan. Və o vaxtda deyir, ona iman gətirənlər ancaq deyir, bunlar idi, yəni kişilərdən. Dedim ki, mən sənə tabi olmaq istəyirəm. Dedi ki, deyir, qayıt, amma heç kimsəyə xəbər vermə. Nə vaxt deyir, mən deyir, Mədinəyə gələcəm, o vaxtda deyir, neynəyəsən, gələrsən. Çünki Mədinədən gəlmişdir, Peyğəmbər s.ə.v yanına İslamı qəbul etməyə. Çünki nəyə görə? Bütpərəstlikdən artıq uşaq vaxtından belə, yəni o vaxtdan belə nədir? Bütpərəstlikdən uzaq idi. Həmçinin digər sahabilər İslamı qəbul etdilər, onlara nə qədər əziyyət verdilər. Amma bununla belə neynədilər? Dözdülər. Və həmçinin cinlərin İslamı qəbul etməsi. Çünki Peyğəmbər s.ə.v bütün insanlara və cinlərə Peyğəmbər olaraq göndərilib. Hansı bu səhih rivayətlərə gəlir, Peyğəmbər s.ə.v-in onlarla gelib görüşməsini. Çünki Peyğəmbər s.ə.v bir də səhər namazını qılanda, hansı ki bir xurma bağında qılanda, cinlər neynirlər? Səsi eşidirlər. Və hətta bir-birinin üzərinə, cin surası var Quran-Kərimdə, bir-birinin üzərinə toplanıb, Quran-Kərimə qulaq asırlar. Altta Quran-Kərim buyurur. Amma Peyğəmbər onu bilmirdi, onların ona qulaq astığını. Çünki altta onu neynə, sonra vəhy ilə bildirdi. Hətta bir-birinin üzərinə çıxırlar, qalu, ya qavmənə innə səmi'nə Qur'anən əcəbə. Ey qövmüz, biz elə bir söz eşitmişik, təəccüblü, insana heyrətə gətirir. Yəhdi ilə rüşd,
İnsanlar doğru yola hidayət edir. Fəəmənnə bihi. Biz iman gətirdik. Və lən nuşrikə bi Rabbinə əhədə. Biz heç vaxt Rəbbimizə şərik qoşmayacağıq. Subhanallah. Altı Quran kəndə buyurur. Yəni bu Cin surəsində gəlir. Yəni onların iman gətirməsi. Və altı sonra neynədir? Qul uhiyə iləyyə. Mənə vəhy olundu ki, cinlərdən bir dəstə neynəmişdi? Qulaq atmışdı mənə. Və onlar and içmişdi ki, biz iman gətirdik və heç vaxt Rəbbimizə şərik qoşmayacağıq. Subhanallah. Və Peyğəmbər s.ə.v Məkkədə onlarla görüşməsi, onlara halal və haram bəyan etməsi, hansı rivayətləri gələcək, bu da hansı səhih rivayətlərlə gəlib. Hətta rivayətləri gəlir ki, səhih rivayətlərdə hətta sahabələr onların qaladığı ocağı belə görürlər. Hansı onlar bir yerdə toplanırdılar. Amma neynədir? İslamı qəbul etdilər. Ondan sonra inşallah gələn dərsimizdə davam edəcək Peyğəmbər s.ə.v-in dəvəti və əziyyətləri Məkkədə. Subhanəkəlləhu və bihamdik, nəşhədən la ilahə illən, nəstəğfiruka və nətubu ileyk.